Referans Medical Qrupun baş sponsorluğu ilə Anam Bilər başladı. Salam, sabahınız xeyir olsun. Referans Medical Qrupun təqdim etdiyi Anam Bilər verilişinin növbəti buraxılışında xoş gördük hər birinizi. Bugün mütəxəssislərimizlə hər birimizi maraqlandıran sualların cavabını tapmağa çalışdıq. Hazırsınızsa bu həftə yayımlayacağımız mövzu başlıqları ilə qısaca tanış olaq. Ailə qısa boyludursa, uşaq da qısa olmaq məcburiyyətində deyil. Uşaqlarda boy qısalığına səbəb olan əsas problemlər hansılardır? Qaraciyər, böyrək xəstəlikləri və s. bunların özü də boy qısalığına səbəb ola bilər. Boy artımı yaşı qızlarda sümük yaşın 14, oğlanlarda 16 olduğu yaş dövrünə uyğun gəlir. Hamiləlikdə varikoz damarlarının genişlənməsinin simptomları özünü necə büruzə verir? Varikoz genişlənmələrin dölə yox, birbaşa anaya təsiri var. Tromboflebiti, tromboemboliyada onun ağırlaşmaları birbaşa ananın həyatına təsir eləyir. Varikoz problemi əməliyyat olunandan sonra onun geri qayıtma ehtimalı nə qədərdir? Müalicə olunan damar geri qayıtmır. Bugün uşaqlarda boy qısalığı və onun müalicə üsullarından danışacağıq. Bugünkü müsahibim Leyla Medical Center'ın uşaq endokrinologu Samirə Nəsibovadır. Xoş gördük Samirə xanım, necəsiz? Salam, çox sağ olun, xoş gördük. Samirə xanım, ümumiyyətlə uşaqlarda boy qısalığına səbəb olan əsas problemlər hansılardır? Çox sağ olun, gözəl bir sualla başlayırsınız mövzunu. Ümumiyyətlə, boy qısalıqları bizim hal-hazırda uşaq endokrinoloqlarına müraciətlər sırasında ən çox rast gəlinən və ən çox müraciətlər olan patologiyalardan hesab olunur və müxtəlif səbəblərə görə uşaqlarda boy qısalıqları görünə bilir. Yəni, bəzən yanlış bir düşüncə olur ki, uşağın boy qısalığı varsa, mütləqdir ki, orada boy hormonu çatışmazlığı var və mütləqdir ki, biz boy hormonu ilə müalicə eləməliyik. Xeyr, tamamilə yanlışdır. Yəni, bəzi hormonlar var ki, sırf onların belə deyək, yetməzliyinə bağlı olaraq boy qısalığı rast gəlinə bilir. Bunlardan biri ən belə deyək, vaciblərindən biri təbii ki, boy hormonudur. Amma tiroid hormonu problemlərində bir çox ümumiyyətlə malnutrisiona bağlı, yəni kilo alımına bağlı olan problemlərdə boy qısalığı ola bilir. Bəzən patoloji olmur. Hətta sadəcə olaraq konstitusional böyümə geriliyi dediyimiz tiplər olur ki, uşağın cinsi inkişafı da, boyu da geri olur və bəlli bir yaşdan sonra onlar hər ikisi bir anda sürətli şəkildə inkişaf etməyə başlayır. Hansı ki, hal-hazırda boy qısalığı şikayətini vermiş olur. Eyni zamanda bəzi xroniki xəstəliklər var ki, qaraciyər, böyrək xəstəlikləri və s. bunların özü də uşaqlarda böyümə inkişaf ləngiməsinə, boy qısalığına səbəb ola bilər. Ona görə də boy qısalığının mövcud etiologiyasını araşdırmaq və diaqnozu düzgün qoymaq üçün geniş bir bizim müayinə protokolumuz var. O müayinə protokolunu tam yekunlaşdırandan sonra uşağın hal-hazırda olan boy qısalığı ümumiyyətlə patolojidurmu, deyilmi? Birinci onu araşdırırıq və ona yönəlik müalicəmizi başlayırıq. Amma təbii ki, boy qısalıqlarının müalicəsində bir çox boy qısalıqlarının müalicəsində yekun olaraq boy hormonu istifadə edə bilirik. Yəni, diaqnoz təkcə boy hormonu çatışmazlığı olmaya da bilər burada. Sadəcə olaraq yenə də səbəbə yönəlik müalicə ilə başlamaq işimizi daha yüngül edir və nəticəmizi daha yaxşı edir. Samirə xanım, daha çox hansı yaşlarda boy qısalığının müalicəsinə başlamaq daha məqsədə uyğundur? Boy qısalığının müalicəsini başlamaq üçün xüsusi bir yaş limiti yoxdur əslində. Sadəcə olaraq valideynlər daha çox məktəb yaş dövründə uşaqlarında bu problemi görürlər. Səbəb də burada sinif yoldaşlarından geri qalma, yəni onlarla müqayisə edirlər və sırf bu yaşlarda bizə daha çox müraciətlər olur ki, yaşlar aralığıdır? Məktəbli yaş dövrləri, yəni 8, 13, 14 yaş aralığında daha çox bizə müraciətlər olur. Və hətta tətil bitdikdən sonra yeni dərs ilinə başlayanda valideynlər uşaqlarının digər həmyaşıtları ilə nəzərə çarpacaq dərəcədə fərqləndiyini görürlər və bu zaman bizə müraciət edirlər. Amma əslində xüsusi bir müalicənin başlanma limiti yoxdur yaş üçün. Yəni, mənim ən kiçik yaşlı boy hormonu hətta müalicəsi verdiyim pasiyentimin 1 yaş, yarım yaşı var. Yəni, heç də böyük bir yaş periodunda deyil. Amma ki, bir tək onu burada qeyd etmək çox önəmlidir ki, müalicəni nə qədər erkən başlasaq, bir o qədər yaxşı nəticə əldə edirik və müalicə digər xəstəliklər qrupundan fərqli olaraq həyatımızın istənilən yaş periodunda aparıla bilmir. Dediyim kimi, qızlarda sümük yaşı, yəni bioloji yaşı 14, oğlanlarda 16 bitdikdən sonra artıq biz müalicəni yekunlaşdırmalı oluruq. Ona görə də nə qədər erkən başladığımız müalicə bir o qədər daha yaxşı boy defisitində nəticəmizi uğurlu etmiş olur. Əgər
Əgər ailə qısa boyludursa, uşaqlarda boy hormonunun effekti nə qədər olur? Bəli, bu ailəvi qısa boyluluqlardan belə deyək danışacağımız bir mövzudur. Ümumiyyətlə bir çox illər bundan öncə ailəvi qısa boylar normal qısa boylular qrupuna aid edilirdi və bunlara müalicə tətbiq edilmirdi. Amma son illərin Avropa Endokrin Cəmiyyətinin ümumiyyətlə Ümumdünya Səhiyyə Təşkilatının verdiyi qərarlara əsasən ailəvi qısa boylularda da artıq müalicə tətbiq edilir və ailə qısa boyludursa uşaq da qısa olmaq məcburiyyətində deyil şüarı ilə müalicə başlayırıq. Ona görə də ailəvi qısa boylular bəlkə də illər əvvəl, yəni onlarda da hər hansı bir hormonal problem olub araşdırılmayıbsa, bugünkü gün onların övladlarında bu araşdırılmamalıdır anlamına gəlmir. Biz bu uşaqlarda müayinələrimizi edirik, diaqnozumuzu qoyuruq və yaxşı müalicə ilə nəticələr əldə edirik. Genetik potensialının maksimal sərhədinə qədər onları çatdıra bilirik ki, bu da onların müalicəsiz qalsa, öz yekun boylarında nəzərə çarpacaq dərəcədə yaxşı bir nəticə əldə etmiş oluruq kimi sayılır. Yəni uşaq əgər ailəyə görə 158-160 sm boya çatmalı idisə, biz onu müalicə ilə üzəri 5-6 sm daha artıq nəticə əldə etmiş oluruq. Bu da böyük bir göstərici hesab edilir, fərq hesab edilir, bəli. Samirə xanım, bəs vitaminlərin boy qısalığında effekti nə qədərdir? Bəli, bizim uşaq endokrinoloqlarının çox əziyyət çəkdiyi bir mövzudur. Sualınızı həqiqətən çox bəyəndim və düşünürəm ki, bu suala verəcəyim cavabla bir çox ailələrdə gərəksiz vitamin qəbulunun qarşısını almış olacağıq. Belə ki, təəssüflər olsun ki, ailələr yox, hətta pediatrlar belə qısa boylu xəstələri, yəni uşaqları olanda onlara müalicə məqsədi ilə, boy artırmaq məqsədi ilə daha irəli müayinələr təklif etmək əvəzinə, uşaq endokrinoloquna yönləndirmək əvəzinə birbaşa vitaminlər təyin edirlər. Hansı ki, burada o vitaminlərin bəzi hallarda o boy qısalığında heç bir rolu yoxdur və sadəcə olaraq həmin uşağın zamanını almış olur ki, biz burada müalicəni gec başlamamızla uşağın yekun boyunda artıq itki əldə etmiş oluruq. Ona görə də hər boy qısalığına vitamin başlamaq lazım idisə, bu qədər boy qısalıqlarına yanaşma hormonal preparatların və s. təyini təbii ki, nəyə lazım idi deyə bir sual doğurur. Yəni, uşağın əgər boy hormonu çatışmazlığı, tiroid hormonu problemi və ya digər hər hansı bir ciddi xroniki xəstəliyi varsa, bizim orada vitamindən nəticəmiz təbii ki, olmayacaq və sadəcə uşağın və ailənin zamanını almış olacaq. Ona görə də boy qısalığı olan uşaqların ailələrinə buradan üst tutub müraciət etmək istərdim ki, uşaqlarının bu problemi varsa, vaxtında həkimə müraciət etsinlər və hətta müraciət etdikləri həkimlər birbaşa heç bir müayinəsiz vitamin təyin edirsə, bunun da hardasa doğru olmadığını bilsinlər və bu işlə məşğul olan dar mütəxəssis həkimləri, belə deyək, uşaq endokrinoloqlarına müraciət etsələr daha doğru olar. Artıq biz burada qərar verəcəyik ki, bu uşağa hər hansı bir vitamin terapiyasına ehtiyac varmı? Ümumiyyətlə heç bir müalicəyə ehtiyac yoxdurmu? Yoxsa doğrudan da ciddi bir patologiyası var və nə qədər erkən müalicəsini başlasaq, bir o qədər yaxşı nəticə əldə etmiş olarıq. Buna görə də bir mənalı şəkildə bu ailələrin uşaq endokrinoloq ilə konsultasiya etmələri önəmlidir. Valideynləri ən çox narahat edən məsələlərdən biri bu hormonların adından göründüyü kimi uşağın orqanizmə hər hansısa bir zərərinin olma qorxusu ehtimalı narahat eləyir. Ümumiyyətlə boy hormonunun hər hansısa bir zərəri varmı? Ailələr bunu da bizə çox sual olaraq ünvanlayırlar. Baxın, bəzən bizə pasientlər gətirirlər ki, uşağın boy qısalığı var, amma ciddi şəkildə araşdırılmayıb. Səbəb nədir? Sadəcə eşidiblər ki, boy qısalığında boy hormonu müalicəsi deyə bir müalicə taktikası var. Müxtəlif ixtisaslı həkimlər tərəfindən, pediatrlar və yaxud da böyük endokrinoloqları tərəfindən və yaxud da heç həkim tərəfindən yox. Ailəyə kimlərinsə məsləhəti ilə bu uşağa boy hormonu müalicəsi başlanılır. Hansı ki, bu uşağın boy qısalığının səbəbi boy hormonu çatışmazlığı deyil və yaxud da ki, biz bu uşaqda nəticəni boy hormonu ilə almayacağıq. Başqa müalicə taktikası seçmək lazımdır burada. Bəli, belə olan hallarda təbii ki, boy hormonunun zərəri ola bilər. Yəni, gərəksiz verilən
verilən istənilən preparat, istənilən vitamin belə orqanizmə zərərdir. Bunu hamımız bilirik. Amma düzgün qoyulmuş diaqnoza yönəlik müalicə yazırıqsa, yəni bir uşaqda boy qısalığının müalicəsində bir tək seçim, yəni müalicə seçeneği boy hormonudursa, bizim orada başqa dərmanlardan fayda görməmiz mümkün deyil. Və belə olan halda boy hormonunun o orqanizmə heç bir zərəri olmur. Biz onu orqanizmə həmin bədən kütlə indeksinə, kiloya uyğun olaraq, boy qısalığının dərəcəsinə uyğun olaraq hesablayıb təyin edirik, dozaları ona uyğun seçirik və mütəmadi olaraq hər 3 aydan bir o uşaqların geri kontrolləri olur və biz onları mütləq şəkildə böyümə tempinə uyğun olub-olmayan bir dozada irəlilədiklərini nəzarətdə saxlayırıq. Yəni belə olan halda təbii ki, onun heç bir halda zərəri ola bilməz. Amma bir çox mənbələrdən, hətta qeyri-tibbi mənbələrdən boy hormonunun tətbiqi ilə bir sıra xroniki xəstəliklərin yaranacağı, uşaqda hormonal disbalansın yaranacağı, hətta bəzən şiş ola biləcəyi kimi bir suallar da ünvanlanır. Baxın, tibbi protokollarda ümumiyyətlə boy hormonunun yan təsirləri siyahısında adını sadaladığım problemlərin heç birisi yoxdur. Ona görə də əgər bu dərmanı sizin övladınıza uşaq endokrinoloqu təyin edirsə və diaqnozu doğrudan da boy hormonu çatışmazlığıdırsa, heç bir tərəddüd etmədən müalicəni başlaya bilərsiniz. Yox, əgər təbii ki, dediyim kimi, qeyri-ixtisas həkimləri tərəfindən və ya tam ümumiyyətlə həkim nəzarəti olmadan müalicə başlanılırsa, bəli, burada artıq hər hansı fəsadlardan danışmaq olar. Ona görə də ciddi şəkildə araşdırılmalı və ciddi şəkildə nəzarətdə saxlanmalı bir məsələdir. Boy hormon müalicəsi ümumiyyətlə hansı yaşa qədər davam etməlidir? Az əvvəl də bunu qeyd etmişdim, amma bunu bir də təkrarlamaq istərdim ki, boy hormonu müalicəsi digər xəstəliklər qrupundan fərqli olaraq bəlli bir yaş dövrünə qədər olur. Yəni, bəzən bizə ailələr müraciətlərində ünvanlayırlar sual olaraq ki, doktor, biz bilirik ki, 25 yaşa qədər boy artımı gedir. Nəyə görə mənim uşağımın indi 15 yaşı var və siz deyirsiniz ki, bundan sonra artıq bu uşağın boyu artmayacaq. Axı biz 25 yaşa qədər bilirik. Yəni, nəzərə çarpacaq boy artımı, sıçrayışlı boy artımı və müalicə ilə düzgün nəticə əldə edə biləcəyimiz boy artımı yaşı qızlarda daxili yaşın, yəni sümük yaşın 14, oğlanlarda 16 olduğu yaş dövrünə uyğun gəlir. Bu da ortalama yeniyetmə periodunun bitdiyi dövrə uyğun gəlir. Yəni, pasport yaşı olaraq qız uşaqları təxminən 13-14 yaşlarında, oğlanlar isə ortalama 16-17 yaşlarına qədər artıq böyümə zonalarının, yəni epivizar sahələrin bağlanması ilə və belə deyək, böyümələrini yekunlaşdırması ilə bu məsələni bağlamış olurlar. Ona görə də bu yaş dövründən sonra biz artıq müdaxilə edə bilmirik və ciddi bir nəticə əldə edə bilmirik. Təəssüflər olsun ki, ailələr çox gec gəlirlər və hətta oturub gözləyirlər ki, bu uşağın yeniyetmə periodu başlayanda birdən-birə artımı olacaq. Nümunə olaraq, bugün bir belə pasiyentim olub, hətta onu istərdim ki, nəzərinizə çatdırım. Baxın, ailə, ata-ana hündür boyludur. Atanın boyu 184 cm-dir, ana 162 cm-dir. Azərbaycan cəmiyyəti üçün və bizim fenotipimiz üçün tam yüksək səviyyədə boy persentilinə sahibdirlər. Yəni, normal boyları var. Və uşaqları, oğlan uşaqlarının hal-hazırdakı boyu 160 cm-dir. Təkidlə, ananın təkidi ilə uşaq həkimə gətirilib və ata otağa daxil olan kimi ilkin olaraq mənə onu dedi ki, doktor, mən özümdə belə balacaydım və birdən-birə sürətlə boy artırdım. Mən bilirəm ki, mənim oğlumun boyu hələ artacaq. Amma müayinə edən zaman bəlli oldu ki, uşağın cinsi inkişafı tam formalaşıb və onun biz mil bilək rentgenoqrafiyası vasitəsilə sümük yaşını təyin etdik və artıq böyümə zonaları tam bağlanıb. Uşaq hədəfindən çox-çox geri qalır və bundan sonra hər hansı bir müalicə etməyimiz də mümkün deyil. Və mən bunu geniş şəkildə ailəyə izah etsəm də, ata yenə də ümid etdi ki, mənim uşağımın gələcəkdə boyu artacaq. Bu belə deyil. Yəni, uşağı hər hansı ikinci dərəcəli qohumlara və yaxud da hətta valideynlərə, birinci dərəcəli qohumlara belə bənzətmək bəzi hallarda doğru bir şey deyil. Əgər bu uşağın sonradan boy artımı olacaqsa, biz buna uşaq endokrinologiyasında konstitusional böyümə geriliyi deyirik, böyümə inkişaf geriliyi deyirik. Və konstitusional böyümə inkişaf geriliyi bəli xəstəlik deyil. Biz də onsuz da o uşaqları müayinə edəndə ailəyə özümüz məlumat veririk ki, heç də narahat olmayın. Sizin uşağınız bəlli bir yaş perioduna gəlib çatanda cinsi
inkişafı sürətləndiyi periodda birdən-birə boy artımı göstərəcək. Yəni sizin uşağınızın hal-hazırda boy qısalığı xəstəliyə bağlı deyil və müalicəyə ehtiyac yoxdur. Əgər biz bunu deyiriksə, bəli, bu halda gözləyə bilərsiniz. Amma həkim deyil də başqalarının, qeyri-tip ixtisaslı insanların və yaxud da başqa ixtisaslı həkimlərin dilindən eşitmək ki, sənin uşağın artacaq, gözlə, nənə dedi, baba dedi, dayı dedi, ata dedi ki, gözləyək, bu birdən-birə artacaq. Bax, bu, bugünkü gündə həmin uşağın boy qısalığının olmasına gətirib çıxartdı. Təəssüflər olsun ki, heç bir şey edə bilmədi və çox məyus şəkildə uşaq və ailə otaqdan çıxmış oldu. Səmirə xanım, son olaraq qısa boylu uşağı olan ailələrə son tövsiyələriniz və məsləhətləriniz nələr olardı bir endokrinoloq kimi? Baxın, qısa boylu uşaqlara biz həmişə müalicə başlamırıq. Az əvvəl, yəni çıxışımdakı bir çox sualları cavablandıran zaman da bunu dedim. Konstitusional böyümə inkişaf geriliyi dediyimiz vəziyyətlər olur ki, bu uşaqlarda cinsi inkişafda geri olur, boyda qısa olur və bu ailələrə biz hal-hazırda sizin uşağınıza müalicə lazım deyil deyirik. Amma ki, yeniyetmə periodunun başlanğıcında olduğu üçün mütləq şəkildə onların 4 ayda və ya 6 ayda bir geri kontrolünü istəyirik. Çünki ola bilir ki, bəzən irəli periodlarda cinsi inkişaf sürətindən getsin, amma uşağın boy tempi ona müvafiq şəkildə getməsin. Nəticə itibarilə yenə də uşaq yekunda qısa boylu qalmış olsun. İlkin olaraq müraciətim ondan ibarətdir ki, qısa boylu uşağınıza əgər uşaq endokrinoloqu, digər ixtisas həkimi yox, uşaq endokrinoloqu baxıb və hər hansı bir dərman müalicəsi yazmayıbsa və təkrar kontrolə çağırıbsa, yaxşı olar ki, həmin təkrar kontrollara vaxtında gətirsinlər. Çünki belə hallarla da çox rastlaşırıq. Ailəyə deyirik ki, 4 ay, 6 ay sonra uşağınızı mütləq kontrolə gətirin. Yəni bu uşağın böyümə tempini biz indi problem olmasa da belə biz izləmdə saxlayaq, amma ailələr gedir 1 ildən, il yarımdan sonra gəlirlər. Artıq elə vəziyyətdə gəlirlər ki, həmin vəziyyətdə artıq uşağın cinsi inkişafı tam bitmiş olur, amma o periodda uşağın boy tempi zəif getmiş olur və nəticədə bizim əvvəlcədən proqnozlaşdırdığımız boya gəlib çıxa bilmir o uşaqlar. Hansı ki, biz bunu yəni 6 ay, 1 il öncəsində görmüş olsaydıq, düzgün müalicə seçmiş olsaydıq, hal-hazırda uşağın düzgün bir boy göstəricisi də olardı. Yəni bir uşağa biz heç nə lazım deyil, gedin, amma kontrolə gələrsiz deyiriksə, hər halda orada bir düşündüyümüz, şübhə altında bizim belə deyək də sualımız doğuran bir məsələ var və biz onu nəzarətdə saxlamaq üçün deyirik. Yəni burada gedib məsuliyyətsizlik edib gəlməmək bir mənalı şəkildə bizim yekunda nəticəmizə mənfi təsir edir və hansı ki, sonradan artıq biz buna heç bir şey edə bilmirik. Bu məsələnin birinci tərəfi. İkinci tərəfi, əgər bir uşağa boy qısalığına yönəlik müalicə başlamışıqsa və müalicəmiz boy hormonu ilə olmalıdırsa, biz müalicəni yazırıq və dövlət tərəfindən də təmin olunur bu müalicələr. Əslində çox bahalı müalicələrdir. Sadəcə olaraq ailələr bizə geri dönüş edirlər ki, biz getdik, evdə fikirləşdik, biz uşağımıza hormon vurmaq istəmirik. Baxın, biz hər qapımızdan girən qısa boylu uşağa boy hormonu təyin etmirik və hətta ailə təkid etsə belə, o uşağın ona ehtiyacı yoxdursa, biz onu heç bir şəkildə o müalicə ilə, yəni üz-üzə qoymuruq. Amma əgər biz bu uşağa bu müalicəni təyin etmişiksə, demək ki, bizim bu müalicə taktikasından başqa seçənəyimiz yoxdur və belə olan halda sadəcə sizin uşağınızın zamanı getmiş olur. Ona görə də bu diaqnozu sizə uşaq endokrinoloqu qoyubsa və hal-hazırki vəziyyətə uyğun, düzgün doza təyin edib müalicə başlayıbsa, burada tərəddüd etmək lazım deyil. Boy hormonunun hər hansı bir digər hormonal sferaya, hormonal statusa heç bir əks problemləri, yəni yan təsirləri olmur. Əgər doğru bir diaqnoz qoyulubsa və uşağın sadəcə olaraq böyüməsində müsbət bir effekti olur. Ona görə bu halda qorxmaq, çəkinmək və yaxud da ki, imtina etmək müalicədən tam yanlış bir addımdır. Öz uşaqlarına zərər vermiş olurlar. Yəni bunu unutmasınlar. Belə və yanaşı olaraq müalicənin dozanın seçilməsində valideynlər səhvliklər edirlər. Bəzən bizim qoyduğumuz dozaları düzgün tətbiq etmirlər uşaqlara müalicə sırasında və yaxud da ki, biz bu müalicəni tətbiq etdiyimiz uşaqlarda mütləqdir ki, 3-4 ayda bir kontrol istəyirik. Onlar gedirlər 9 aydan sonra, 1 ildən sonra gəlirlər və düşünürlər ki, iynədir də vururuq, uşaq artmalıdır. Elə deyil. Biz bu iynə dozasını kiloya görə hesablayırıq. Böyümə sürətinə görə ayarlayırıq. Əgər uşağın böyümə sürəti zəifdirsə, biz dozanı qaldıra bilərik. Kilo dəyişirsə, biz dozanı qaldırmalıyıq. Cinsi inkişaf periodu başlayıbsa, biz dozanı ona müvafiq seçməliyik. Ona görə də boy hormonu müalicəsi başlanan uşaqlarda da mütləqdir ki, 3-4 ayda bir mütəmadi kontrollara gəlsinlər. Əks halda bizim nəticəmiz təbii ki, istədiyimiz kimi olmur. Yəni belə məsləhətlərimiz əslində çoxdur, amma fürsətdən istifadə edib ən bizim üçün yararlı olan və ən
vacib olan nüansları çatdırmağa çalışdım. Düşünürəm ki, produktiv oldu və ailələr buna baxıb hər hansı bir boy qısallığına yanaşma ilə bağlı özlərində bir informasiya toplamış olacaqlar. Çox sağ olun, təşəkkür edirik sizə bugünkü ətraflı dolu müsahibə üçün. Sağ olun, siz də sağ olun. Bugünkü buraxılışımız 8 Mart Beynəlxalq Qadınlar Gününə təsadüf etdiyi üçün ilk öncə gözəl xanımlarımızı Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinə can sağlığı, səadət və gələcək işlərində uğurlar arzulayırıq. Bəs dünyada bu bayram ilk dəfə necə qeyd edilib? Niyə insanlar 8 Martı Qadınlar Günü olaraq qəbul edib? Anam bilər verilişi olaraq Beynəlxalq Qadınlar Gününün tarixini sizlərə təqdim edirik. Hər il 8 Mart tarixində qeyd olunan bu bayram qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə qadınlara qarşı nəzakət, sevgi və məhəbbətin tərənnümünü özündə ehtiva edir. Dünyanın bir çox ölkələrində 8 Mart iş günü hesab edilmir. İlk dəfə 1977-ci ildə BMT 8 Martı rəsmi olaraq Beynəlxalq Qadınlar Günü kimi qəbul edir. Ümumiyyətlə, qadınların bu bayramın yaranmasına dair birinci addımı 1857-ci ilə qədər gedib çıxır. Belə ki, həmin ildə Amerikada qadınlar uzun saatlar işləməyinə baxmayaraq, maaşın aşağı olmasına, ayrı seçkiliyə, qənaətbəxş olmayan iş şəraitinə etiraz etməyə başlayır. 1908-ci ildə New Yorkda 15.000 qadın daha qısa çalışma saatı, daha yaxşı gəlir və səsvermə hüququ üçün nümayiş təşkil edir. Elə o mitinqdə qadınlar ilk dəfə hamiləlik dövründə işdən azad edilmə hüququ uğrunda savaşıblar. Əslində 8 Martdan öncə 28 fevral Qadınlar Bayramı olaraq təyin edilib. Lakin 1910-cu ildə Clara Zetkin adlı alman sosialist qadın bu hadisəni 1857-ci ilin 8 Martında keçirilən mitinqlə əlaqələndirərək Beynəlxalq Qadınlar Gününün məhz bu gündə olmasını təklif edib. Bunun səbəbi odur ki, sözügedən tarixdə 129 qadın yandırılaraq öldürülür və Clara Zetkin həmin qadınların şərəfinə 8 Martın özəl olmasını istəyir. Clara'nın təklifi qəbul edilir. Həmin dövrdən bugünə kimi 8 Mart Beynəlxalq Qadınlar Günü kimi qeyd edilir. Bundan əlavə 1975-ci il dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Çünki 1975-ci il Beynəlxalq Qadınlar İli olaraq tarixə düşüb. Qeyd edək ki, 8 Mart bütün dünyada qəbul edildikdən sonra qadınların rifahı, təhsili, yaşam statuslarının yaxşılaşdırılması uğrunda müxtəlif layihələr başladılıb. Bugün hamiləlik zamanı yaranan varikoz xəstəliyi və onun müalicə metodlarından danışacağıq. Bugünkü müsahibim Leyla Medical Center'ın cərrah fleboloqu Nübar İsmayılovadır. Xoş gördük Nübar xanım, necəsiz? Çox sağ olun, təşəkkür edirəm. Xoş gəlmisiniz. Çox sağ olun. Nübar xanım, hamiləlik varikoz xəstəliyi üçün risk faktoru sayılırmı və bunun səbəbləri nələrdir? Varikoz xəstəliyi venaların genişlənməsidir. Kişilərdə də olur, qadınlarda da olur. Daha çox qadınlarda olur. Hamiləlik özü isə varikozu olan və olmayan qadınlarda hamiləlik öz-özlüyündə riskdir. Risk olmasının səbəbi isə dölün varlığı, hamiləlik zamanı qadın orqanizmində gedən hormonal proseslər, qadının ayaq üstə durmaq vərdişi, həyat tərzi, artıq çəkisi, bunların hamısı hamiləlik zamanı varikoz xəstəliyinin artmasına risk yaradan faktorlardır, bəli. Ümumiyyətlə, hamilələrdə varikozun olub-olmadığını ginekoloq araşdırmalıdırmı və yaxud da varsa necə yanaşılmalıdır buna? Hamilə ilə birinci kontaktda olan ginekoloqdur, bilirsiniz ki. Ginekoloq xəstə ilə ilk təmasda olan həkim olduğu üçün ilk o sorğu aparır, o şikayətlərə qulaq. Və təyin də o eləyir yəqin ki. Təbii, o təyin etmir. Sadəcə olaraq hamilə ilə o kontaktda olduğuna görə hamilə özü öz ayağında qıvrım vena görürsə, ilk o şikayəti ginekoloquna bildirir. Artıq ginekoloq ayağında varikozu görürsə, təbii ki, fleboloqa yönləndirir. Yox, əgər xəstənin, hamilənin ayağında varikoz genişlənmə yoxdursa, sadəcə ginekoloq sorğu aparan zaman mənim anamda varikoz var, valideynlərimin hər hansı birində, qohumlarımda varikoz var, risk faktorunu ginekoloq dəyərləndirir və o yönəldir fleboloqa. Ona görə ilk təmasda olan ginekoloq olduğu üçün aşkara çıxardan və yönləndirən ginekoloqdur təbii ki.
Hamiləlikdə varikoz damarlarının genişlənməsinin dölə mənfi təsiri varmı? Varikoz genişlənmələrin dölə yox, birbaşa anaya təsiri var. Sadəcə olaraq varikoz xəstəliyinin hamiləlik vaxtı qarşısı alınarsa, müalicə olunarsa, onun ağırlaşmalarının, yəni trombozdur, tromboflebitdir, bunların qarşısı alınarsa, hamiləlik də sağlam, yəni sona çatdırılacaq, döl də sağlam azad olacaq. Orada baş verən o fəsadlardan saydıqlarım tromboflebitdir, tromboemboliyadır, onun ağırlaşmaları birbaşa ananın həyatına təsir eləyir. Yəni orada belə deyim, dərin venaların trombozu artıq dölü qidalandıran damarların trombozuna səbəb olarsa, təbii ki, döl orada bir əziyyət çəkə bilər. Amma birbaşa ana əziyyət çəkir. Yəni dölə təsiri heç yoxdurmu? Ağırlaşmalarının təbii ki var. Yəni anaya təsiri varsa, yəni ana ilə birbaşa təmasda olan, yəni döldür. Döl sağ qalsa belə, yəni ana artıq əziyyət çəkmiş ola bilir. Yəni tromboemboliyadan təbii ki, ana sığortalanmalıdır. Ona görə də aşağı ətraf venaların varikozu bu qədər ciddi bir problemdir. Yəni biz varikozun qarşısını alaq deyəndə əslində ananı qorumuş oluruq. Təbii ki, övlad da anaya görə lazımdır bizə. Ona görə biz birinci ananı qorumalıyıq. Nübar xanım, əgər ginekoloq varikoz aşkar edibsə, corabı özü yaza bilər, yoxsa onu mütləq damar cərrahına yönləndirməlidir? Əslində çox məntiqli sualdır əslində. Əgər xəstənin ayağında, hamilənin ayağında ginekoloq damar görürsə və o damarın estetik bir görüntü kimi qiymətləndirirsə və əlçatan deyilsə fleboloq, damar cərrahı, özü profilaktik bir damar corabı yaza bilər. Yaza bilər, yazırlar, yəni əksərən yazırlar. Və çox əslində doğru addımdır, profilaktik yazırlar. Bəli, yazırlar. Amma əlçatan fleboloq varsa, damar müayinəsinə göndərilməlidir. Xəstənin ayağında ciddi qıvrım venalar varsa, onu düzgün təyin etməyə bilərlər. Zəhmət olmasa da etməsinlər. Çünki corabın səviyyəsi, corabın sıxlıq dərəcəsi, bunun hansı formada olması, kalqot formasında, corab qol formasında olmasını və yaxud da varikozun hansı dərəcədə olması, bəli, yəni artıq bura müdaxilə lazımdırmı, hər hansı bir dərman müdaxiləsi lazımdırmı? Buna yəni fleboloq qərar verəcəkdir, damar mütəxəssisi qərar verəcəkdir. Ona görə təbii ki, çox yaxşı olar, yəni yönləndirsələr. Yönləndirsələr yaxşı olur. Hamilələrə müalicə deyəndə, burada cərrahi əməliyyat da nəzərdə tutulurmu? Hamilələrdə əslində cərrahi əməliyyat çox vacib hallarda və nadir hallarda olur. Yəni tromboflebit varsa, qalxırsa, bu dərin venaya yəni qədər çata bilərsə, o zaman yəni bir acil müdaxilə eləmək olar. Əksər hallarda biz hamilələrdə müalicə edəndə profilaktik olaraq damar corablarından və yaxud da müalicəvi məqsədlə damar corablarından, əgər subyektiv şikayətləri varsa, ödemi varsa, ödemə əleyhinə dərmanlar təyin edirik. Ağrıları varsa, ağrı kesicilər təyin edirik. Bunlar məlhəm, tablet şəklində də ola bilər. Müalicəmiz yalnız konservativdir. Cərrahi müalicə dediyim kimi çox ağırlaşma falan olarsa, çox nadir hallarda ehtiyac duyulur. Yəni olmayıb hələ ki. İnşallah ki olmaz. Bəli, çünki maarifləndiririk. Ginekoloqlar da maarifləndirir. Fleboloqlar da maarifləndirir. Yəni artıq bu sosial mediada var. Hamilələrimiz daha maariflənir, daha bilgilidirlər. Yəni o dərəcəyə çatdırmırlar. Yəni maşallah olsun, həqiqətən də çox irəliləyiş var. Həddindən çox irəliləyiş var. Hamiləlik zamanı varikozun ağırlaşmaları nələr ola bilər? Varikoz damarların yaranmasının venalarımız normalda, bizdə yəni ayaqdakı venalardan danışırıqsa, ayaqdan ürəyə qanı aparan damarlardır. Və bunların işi çox ağırdır. Çünki baldır əzəlləri pompalayır ki, ayaqdakı qan ürəyə qovulsun. Hamiləlik vaxtı döl qarında olanda sürət zəifləyir. Çünki ayaqdan ürəyə gedən qanın qarşısını uşaq almış olur. Bəli, yəni döl azad olana qədər bu venalara daha güc düşür. Onlar daha zəif sürətlə qanı qovurlar. Zəif sürətlə qovanda da təbii ki, damarlar genişlənir. Durğunluq hesabına genişlənir. Bu genişlənmənin qarşısını almaq üçün biz xəstəyə müdaxilə edirik. Damar corabı veririk ki, kənardan sıxılsın, o damarlar genişlənməsin. Hamiləlik özü səbəb ola bilər. Çox ayaq üstə duranda səbəb ola bilər. Artıq çəki, bəli,
qəbizlik, genetik faktorlar var. Yəni xəstə var ki, yəni kişi məsələn heç bir risk faktoru falan yoxdur, amma genetik valideynlərində varikoz var. Bəli, genetik ötürülməklə də, yəni cavan oğlanda 15-20 yaşında bəli varikoz var. Biz əməliyyat etmişik, dəfələrlə də olub. Yəni onlar genetik faktorlar çox önəmlidir. Nübar xanım, hamiləlikdə varikoz damarlarının genişlənməsinin səbəbləri nələrdir? Əsasən genetikdir. Hamiləliyin özü, hamilə qadında gedən hormonal dəyişikliklər, həyat tərzi, fiziki yəni vəziyyəti, artıq çəki. Elə fiziki hərəkətdən danışmışkən Nübar xanım, fiziki hərəkət və yaxud da idman bu problemin böyüməsinə gətirib çıxara bilərmi? Əslində fiziki aktiv olmaq varikoz xəstəliyinin müalicəsində istifadə edilən daha effektiv üsullardan biridir. Damar corabının dəstəyi ilə, yəni kompression trikotajın dəstəyi ilə çox gözəl nəticələr alınmış ola bilir. Yəni hamilə aktiv olsa daha yaxşı olur, daha məqsədəli ağırlaşmalar olmur, nəinki passiv. Yəni passiv olanda. Yəni belə başa düşürəm ki, passiv həyat tərzindən daha çox yaranır. Nəinki aktiv həyat tərzindən. Belə deyək, yaranmasa da irəliləməsinə səbəb olur. Xəstəlik varsa passiv həyat tərzi xəstəliyin irəliləməsinə səbəb olur. Bəs hamiləlikdə varikoz damarlarının genişlənməsinin simptomları özünü necə büruzə verir? Varikoz xəstəliyinin 6 mərhələsi var. Biz onu CEAP klassifikasiyasından sinifləndirmişik. C1-də, yəni birinci mərhələdə yalnız ayaqda kapilyarlar görsənir. Yalnız gözə görsənən belə göy, qırmızı, hörümçək toru kimi kapilyarlar görsənir. Bu birinci mərhələdir. İkinci mərhələdə qıvrım damarlar görsənir. Yəni artıq xəstəlik biraz da irəliləyib. Həmin venalar genişlənmiş şəkildə, qıvrım şəkildə yəni görsənir və toxunduqda qabar kimi adamın əlinə dəyir. Yəni belə deyim, hündürlük şəklində görsənir. Üçüncü mərhələ ödemdir. Artıq müalicə olunmayanda ikinci mərhələ üçüncüyə keçir və ayaq ödemləşir. Daha çox topuq və baldırın yarısından aşağı 2/1 yəni şişir. Yəni ayaq ödemləşir. Bu ödemlər daha çox səhər yox, axşam olur. Səhər yuxudan durur, ayağında heç bir şey yoxdur. Yataqdan durub yeriməyə başlayır. Artıq günün axırına topuq və baldırın aşağı 3/1 şişmiş vəziyyətdə olur. Dördüncü mərhələdə artıq bu ödem davamlı olduğu üçün, davamlı ayaq şiş qaldığı üçün ayaqda dəridə trofik pozğunluqlar gedir. Yəni dəri rəngini dəyişir. Artıq baldırın yarısından aşağı tündləşmiş olur. Bəli, 4-ün də 2 mərhələsi var. 4A, 4B. Onu niyə bölmüşük? 4A-da dəridə dəyişikliklər, yəni yalnız pigmentasiyadan ibarətdir. 4B-də isə pigmentasiyadan əlavə dəri sərtləşir və çapıqlaşır sanki. Yəni dəri öz elastikliyini itirir və dəri strukturası çapıqlaşmış bir vəziyyətdə olur. Ona lipodermoskleroz deyilir. 5-ci dərəcədə isə artıq topuq, iç topuqda bir yara oluşur. Ona venoz yara deyirlər. O 5-ci mərhələdir. Yəqin ki, bu ən ağır mərhələsidir. Yox, ən ağır 6-cı mərhələdir. 5-ci mərhələ sağalmış yaradır. Yəni belə deyim, o hər hansı kompression trikotajla, nə bilim müalicələrlə sağalmış yaradır. 5-ci mərhələ. 6-cı mərhələ isə aktiv, açıq yaradır. 6-cı mərhələ ilə 5-ci mərtəbə əslində 5-6-nın sağalmış versiyasıdır. Bəli, amma yəni yara nəticə olaraq yaradan danışırıq. Bəli. Venoz yara. Venoz yaranın da tipik yeri var. Yəni əgər yara baldırın aşağı 3/1-də iç tərəfdə, topuğun üzərindədirsə, bu venoz yaradır. Yəni baldırın böyründə, məsələn, kənarında venoz yara olmaz. Orada yara varsa, bu dermatoloji hər hansı başqa bir xəstəlikdir. Və yaxud da başqa bir səbəbdən. Məsələn, barmaqda yara varsa, bu venoz deyil. Yəni onun səbəbini başqa araşdırmaq lazımdır. Venoz yaranın yeri iç topuqdur. Nübar xanım, son olaraq varikozdan əziyyət çəkən insanlara, elə hamiləlikdə varikoz problemindən üz-üzə qalan insanlara, varikozun ilkin mərhələsində olan insanlara məsləhət və tövsiyələriniz nələr olardı? Varikoz xəstəliyi əslində yəni heç kimi qorxutmamalıdır. Nə əməliyyatı, nə diaqnozun özü. Müayinəsi çox rahatdır, ultrasəs müayinədir, yəni Doppler müayinəsindən. Yəni gördüyümüz cihazla. Bəli, bu cihazla, UZI ilə, yəni çox əlçatandır bölgələrimizdə də, yəni Bakıda da. Yəni ayaqların, damarların UZI-si, yəni ultrasəs
müayinəsi çox rahat əlçatan bir müayinədir. İcbari tibbi sığortanın da paketlərinə hətta daxildir. Yəni bəli, çox rahatlıqla özü olunub. O ayaqda varikozun müalicəyə, cərrahi müdaxilə ehtiyacı var ya yox, çox rahat şəkildə təyin etmək olur. Bəli. Təyin ediləndən sonra müalicəsi isə hal-hazırda qızıl standart son dünyada hər yerdə istifadə olunan endovenoz lazer ablasiyadan istifadə edirik. Lazer əməliyyatı əslində yenə də deyirəm, yəni dövrümüzdə yenə əl çatanda, yenə icbari tibbi sığortanın xidmətləri zərfinə daxildir. Yəni bu xəstəliklə artıq biz C5 bayaqları saydığım 4-cü, 5-ci dərəcəyə çatdıran xəstəni çox az rastlayırıq. Çünki artıq dediyim kimi biz çox danışırıq, çox maarifləndirilər bu barədə. Bəli, artıq qıvrım damar görən kimi müdaxilə edilir və çox doğru qərardır. Çünki yara başladısa, yara yarandısa geriyə dönməyən dəyişikliklər olur. Biz venoz yaranı əməliyyat edirik, yara tam sağalır, ayaq ideal sağlam olur, amma yaranın izi qalır, yəni ləkə qalır, yəni pigmentasiya qalır. O ayaq sağlam ayaqdan fərqlənir. Yəni artıq izsiz getmir, yəni izsiz sağalmır. Çatdırmaq istədiyim odur ki, venoz problemi varsa, qıvrım damarı görəndə müdaxilə etmək lazımdır. Əməliyyat çox ağrısızdır, müdaxilə çox rahatdır, xidmət əl çatandır. Dediyim kimi bölgələrdə də, Bakıda da əl çatandır. Yara əmələ gəlmədən müraciət etsinlər. Yaranın fəsadları həqiqətən də xəstə tərəfindən də, həkim tərəfindən də yəni əziyyətli bir yoldur. Son olaraq özümün bir sualım var sizə Nübar xanım. Ümumiyyətlə bu varikoz problemi həll olunandan, müalicə olunandan və yaxud da əməliyyat olunandan sonra onu geri qayıtma ehtimalı nə qədərdir? Müalicə olunan damar geri qayıtmır. Təbii ki, əsla yandırırıq bir damar. Yəni bir kağız yandırılandan sonra təkrar istifadə olunmaz ki. Eynən o da yandırılır və istifadə olunmur. Təkrar bizim saydığımız bayaqki risk faktorları var. Hamiləlikdir, artıq çəkidir, yəni xəstə kökələrsə hamil. Başqa bir damar varikoza uğraya bilər. Yəni ayağınızda. Amma eyni yerdə yox. O yandırdığımız damar əsla o getdi. Yəni o artıq yoxdur. Yəni o damar yoxdur. Kötük yandırılır, şaxələr də çıxarılır. O damar yoxdur artıq. Başqa sağlam damarlarımız əziyyət çəkə bilərmi? Yenə də onun da profilaktikası var. Təbii ki, ginekoloqla və yaxud da ki, belə deyim, terapevtlə, damar mütəxəssisi ilə bir yerdə yəni nəzarət altında qalsa, yəni tutaq ki, əməliyyatdan sonra hamilə qalmaq olmaz deyə bir şey yoxdur. Əməliyyatdan sonra hamiləlikdə flebologun kontrolunda olur, xəstə corab geyinir. Yəni heç bir ağırlaşmasız da təkrar yaranmadan hamiləlik başa çatır. Yəni residiv məsələsini minimuma endirmək yenə də ginekoloqla, flebologun bir yerdə işləməsinin nəticəsində olur. Çox sağ olun, təşəkkür edirik bugünkü ətraflı dolğu müsahibə üçün sizə. Siz sağ olun, çox sağ olun gəldiyinizə görə. Beləcə, daha bir maraqlı buraxılışımızın sonuna gəlib çatdıq. Mütəxəssislərimizə ünvanlamaq istədiyiniz sualları aşağıda qeyd etdiyimiz sosial şəbəkələrimizin mesaj və ya şərh bölməsinə qeyd edə bilərsiniz. Övladlarınızın və özünüzün sağlığını mütəxəssislərə etibar edin. Bugünlük sizlərə sağollaşırıq. Gələn həftə görüşmək ümidi ilə. Sağ olun, sağlıqla qalın. Referans Medical Qrupun baş sponsorluğu ilə Anam bilər bitdi.